Bir qız, dedilər adını nə qoyaq, o dedi belə budur, dedim ki, ölməmişəm ki, mənim adımı qoyun, götürdülər Gülyanaq yox, Alyanaq qoydular. İndi Alyanaq qızım Ceyhunə rəqsi ifa eləyəcək, bizim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsidir, atası da qarmon ifaçısıdır, bayaq dedim, sənətə gətirən, qayğımızı çəkən, uşaqlıqdan, bugün Gülyanaqıqsa həm qardaşımız Ataşa, Rəhimə bacımıza və bizə uşaqlığımızdan, əlimizdən tutub dəstək olan müəllimlərimizə minnətdarıq. Bugünə qədər ustadlarımıza, körpəlik yaşımızda Vaqif Kərimov, Vadər müəllim, Sədaqət xanım, Natiq Rəsulov, Ramiz müəllim Şəki Mədəniyyət evindən bizə nə qədər dəstək olan insanlar oldu. Biz onları heç vaxt unutmuruq. Bəlkə adını hasını çəkmərəmsə üzürü saysın. Amma bilirsiniz, o Sədaqət dediyim kimi Xavər Yusifova var idi. Bizim ifaçımız idi. Biz uşaq olanda onlar Təranə Vəlizadə ilə birgə toylar, populyar idi. Onlar hamısı bizim nəslin qohumlarıdır. Tərənə xan Vəlizadə də, Xavər Yusifova da. Görürsünüz, nəsil böyükdür, ana nəslim. Ata nəslimdə də Əlkiram müəllim var. Bu yaxında qardaşım YouTube-a onun ifasını qoydu, sosial şəbəkələrə daha doğrusu. O belə gözəl oxuyub. Bizim uşaqlıqda sinif müəllimimiz, orta məktəbdə musiqi müəllimimiz olub. Biz bunları necə unuda bilərik? Keçmişini unudan gələcəyə baxa bilməz.